Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda ümumi sınaq imtahanı 5-in izahını verəcəm. Gəlin keçək suallarımızın izahına. Bir nömrəli sualda deyir ki, ifadəsini vurğulara ayırın. Burada x minus y verilib, digərində y minus x verilibdir. Burada mən bunu da x minus y etmək istəsəm, gərək bunun önünə mənfi atam. O zaman belə eləyək. Birinci ifadə olduğu kimi qalsın. İkinci burada toplamanın yerinə çıxma edəcəm. X çıxaq y yazacağım. Buna yazmağa haqqım var. Hər ikisində ortaq vuruq x minus y mötərizə kənarına çıxardaram. Burada qaldı A, çıxılsın B. Düzgün cavabımız B variantı. 2 nömrəli suala baxaq. Müstəvi ilə 30 dərəcəli buzağa əmələ gətirən mailin uzunluğu 18 cm-dir. Bu nöqtədən müstəviyə qədər olan məsafəni tapın deyir. Bir dənə müstəvi çəkək. Müstəvi ilə 30 dərəcəli buzağa əmələ gətirən bir maildə çəkək. Mailin uzunluğu 18 cm-dir. Deyir ki, bu nöqtədən müstəviyə qədər olan məsafəni tapın. Nöqtədən müstəviyə qədər olan məsafəni tapmaq istəsək, bu gördüyümüz fiqur nədir? Düz bucaqlı, üçbucaq. 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan düzgün cavabımız 9 olacaq, B variantı. 3 nömrəli suala baxaq. 0 kiçikdir B-dən kiçikdir A olduqda kök altında A kvadratı çıxılsın B kvadratı vurulsun. Kök altında çıxaq B bölü A plus B hasilinin sadələşmiş forması aşağıdakilərdən hansıdır deyir. İkisi də eyni dərəcədən olduğu üçün bu köklü ifadələrin hər ikisi eyni dərəcədən olduğu üçün bir kökün altında yazıram. A kvadratı çıxılsın B kvadratının müxtəsər vurma düsturlarına görə A çıxılsın B, A üzərinə gəlsin B yazdım. Vurulsun A çıxılsın B, bölünsün A üzərinə gəlinsin B. Buradan A üzərinə gəlinsin B-lər gedər. Kök altında A çıxılsın B-nin mötərizə kvadratı olar. Bu da modulda A çıxılsın B olacaq. Düzdürmü? İndi bax. A B-dən böyükdür şərtini veribdir. A B-dən böyüksə, böyük ədəddən kiçik ədəd çıxanda müsbət qalar. Modulda müsbət olduğu üçün olduğu kimi çıxacaq. Düzgün cavabımız E variantı. Gəlin baxaq 4 nömrəli suala. A və B natural ədədlərdir. Bərabərliyini ödəyən B neçədir bizə deyir. 2 ilə 5 qarşılıqlı sadə ədədlər olduğuna görə onların heç bir zaman qüvvəti elə bir ortaq qüvvət yoxdur ki, onlar o həddə çatanda bərabər olsunlar. Məsələn, 2 üstü 3, 8 edəcək, 5 üstü 3, 125 edəcək. Yəni, bunlar heç bir zaman qovuşmayacaqlar. 2 ilə 5 qarşılıqlı sadə ədədlər olduğu üçün onları bir-birinə bərabər etmək yalnız qüvvətlərinin 0 olmağından irəli gəlir. Niyə? Hər şeyin üstü 0, 1 etdiyinə görə, ona görə də 2 üstü 0, 5 üstü 0-a bərabərdir yaza bilərik. Məsələn yazdım o nümunəni. O zaman A üzərinə gəlinsin B çıxılsın 3-ü bərabər edirəm 0-a. Buradan A üzərinə gəlinsin B 3-ə bərabər olur. Digərində 2A çıxılsın B-ni də 0-a bərabər edirəm. Buradan 2A B-yə bərabər olur. B-nin qiymətini 2A tapdıq. B gördüyümüz yerə 2A yazsaq, 3A bərabər 3 olduğundan A-nın qiyməti 1 olar. A-nın yerinə 1 yazsaq, B-nin qiyməti 2 olacaq. Bizdən B-nin qiyməti soruşulurdu. Düzgün cavab C variantı. Gəlin baxaq 5 nömrəli suala. Çoxluğun bütün alt çoxluqlarının hansı hissəsini yalnız tək ədədlərdən ibarət alt çoxluqlar təşkil edir deyir. Çoxluğun bütün alt çoxluqların hansı hissəsini? Ümumiyyətlə gəlin bu çoxluğun bütün alt çoxluqlarını tapaq. Alt çoxluqların sayının düsturu 2 üzərində n-dir. N elementin sayıdır. Burada 6 dənə element olduğuna görə 2 üstü 6, yəni 64. Bu bizim alt çoxluqlarımızın sayıdır, ümumi sayı. Amma məndən istəyir ki, yalnız tək ədədlərdən ibarət alt çoxluqlarının sayını tap. Yalnız tək ədədlərdən ibarət alt çoxluqlar deyəndə mən tək ədədləri seçəcəm. Yəni, istəyirəm ki, mənim çoxluğumun içərisində 1, 3, 5 olsun. 1, 3, 5-dən ibarət, yalnız bunlardan ibarət alt çoxluqlarımız nə qədər olacaq? 2 üzərində 3 düsturuna görə 8. Amma burada incə bir məqam var. Mən şərtdə deyirəm ki, yalnız tək ədədlərdən ibarət alt çoxluq istəyirəm. Sən bunu yazdıqdan sonra bunu yazsan, bu 8 dənə alt çoxluğumun içində boş çoxluqda gedir. Necə yəni? Bax, bu alt çoxluqlar bunun nədir? 1-dir, 3-dür, 1-3-dür, 1-3-5-dir, nə bilim, 1-5-dir, 3-5-dir, düzdürmü? Bunların içərisində, məsələn, 3-dür, 5-dir, 8-dir, bunların içərisində boş çoxluqda gedir. Mən bu boş çoxluğu istəmirəm axı. Mən deyirəm, yalnız tək ədədlərdən ibarət alt çoxluq istəyirəm. Yəni, istəyirəm 3 olsun, 5 olsun, nə bilim, 1 olsun, 1, 5 olsun, amma boş çoxluq olmasın. Amma 2 üstü n elə bir düsturdur ki, burada boş çoxluq da içində gedir.
Ona görə mənim bu 8 dənə elementimin içərisində bir dənə boş çoxluğu çıxacağam. 7 dənə qalacaq. Demək mənim yalnız tək ədədlərdən ibarət alt çoxluğum 7 dənədir. Ümumi 64 dənədir. Cavabım 64-də 7 B variantı. 6 nömrəli suala baxaq. Loqaritmik bir ifadə verilibdir. Loqaritma 5 əsasdan 15-in bizdən cavabı soruşulur. Mən belə yaza bilərəmmi? Loqaritma 5 əsasdan 15-i 5 əsasdan 3 vurulsun 5 şəklində yaza bilərəm. İçəridə vurulduğuna görə bunu kənarda toplayacağam. Bunu loqaritma 5 əsasdan 3 üzərinə gəlinsin. Loqaritma 5 əsasdan 5 yazıram. Bu da loqaritma 5 əsasdan 3 üstə gələk 5 əsasdan 5 1 deməkdir. Loqaritma 5 əsasdan 3-ün cavabı əlimdə yoxdur, amma 3 əsasdan 5-in cavabı var. Deməli, loqaritma 3 əsasdan 5 B-dirsə, loqaritma 5 əsasdan 3 nəyə bərabərdir? Sən bilirsən ki, bunların yerini dəyişəndə bu tərsinə çönəcək, olacaq 1 bölək B. Loqaritma 5 əsasdan 3-ün cavabı 1 bölünsün B-dir. Üstə gələk 1. Bunu da ortaq məxrəc gətirəndə B-də 1 üzərinə gəlinsin B dəfə 1-in B. Cavab 1 üstə gələk B bölək 5 şəklində olacaq. Və müəllim bunu niyə veriblər? Bundan da yazmaq olardı. Məsələn, ikisindən biri eyni anda cavablarda verilə bilməz. Gəl burasını da göstərim. Tutalım ki, bura qədər yazdıq, aydındır inşallah. Bu nə deməkdir? 25 nəyin kvadratıdır? 5-in kvadratıdır. 2 gələcək önə. Oldu A bərabərdir 2 loqaritma. Deməli, 3 əsasdan 5. Düzdürmü? Hər tərəfi 2-yə bölsəm, bu şəkildə, loqaritma 3 əsasdan 5-in cavabı 2-də A-dır. Amma mənə loqaritma 5 əsasdan 3 lazım olduğu üçün bu da 2 bölünsün A olacaq. Deməli, bunun yerinə 2 bölək A yazıram. Üzərinə gəlinsin 1 olanda cavab A-da 2 üzərinə gəlinsin A olacaq. Belə bir variant olmadığından biz B ilə yola çıxdıq. Düzgün cavab A variantı olur. Gəlin baxaq 7 nömrəli suala. Kompleks ədədə aid bir sualdır. Kompleks ədəd verilmişdir. Z vurulsun Z ifadəsinin hasilini soruşur bizdən. Bu Z nədir? Bu Z üzərində iştirak nədir? Bu qoşma deməkdir. Yəni bizim kompleks ədədimiz bu deyil. 3 minus 4-ini vuracaq. 3 üzərinə gəlinsin 4-yə. Çünki bizim qoşmamız 3 üstə gələk 4 edir. Bunu da müxtəsər vurma düsturuna görə birincinin kvadratı çıxılsın. İkincinin kvadratı kimi yazaq. 9 minus 16i kvadratı. I kvadratı mənfi 1 dediyindən 9 üstə gələk 16 cavabımız 25, yəni B variantı olur. Gəlin baxaq 8 nömrəli suala. Paralel köçürmə zamanı 2 mənfi 3 nöqtəsi 5 1 nöqtəsini keçirsə, bu köçürmədə mənfi 1 4 nöqtəsi hansı nöqtəyə keçər? Paralel köçürmə sualları bu şəkildə yazılır. Şagird düsturu tapmalıdır. Bizim A nöqtəmiz 2 mənfi 3 nöqtəsi A1 5 1 nöqtəsinə keçibmiş. Gəlin görək nə baş veribdir. X-imiz 2 imiş, X-imiz 5 olubdur. 2-dən 5-ə keçib nə baş verib? Demək ki, X-imiz 3 vahid artıbdır. Mənfi 3-dən 1-ə keçid olubdur. Mənfi 3-dən 1-ə keçid olunubsa, demək ki, bizim Y-imiz də 4 vahid artıbdır. Bax, mənfi 3-ün üstünə nə gəlsən 1 olacaq. X-imin də qiyməti 4-dür. Demək ki, bizim paralel köçürməmiz bu şəkildə hərəkət edir. X-imiz 3 vahid artır, Y-imiz 4 vahid artır. İndi bizdən deyir ki, mənfi 1 4 nöqtəsi hansı nöqtəyə keçər? Demək, X-ini 3 vahid artırarsan, Y-ini 4 vahid artırarsan. 3-ün üstünə mənfi 1 gələndə, mənfi 1-in üstünə 3 gələsən, X-inin 4-ün üstünə də 4 gələsən. Cavab 2 ilə 8 olacaq, A variantı. Gəlin baxaq 9 nömrəli suala. Sinus kvadratı alfanın yerinə mən 1 minus kosinus kvadratı alfa yaza bilərəmmi? Bunu da müxtəsər vurma düsturuna görə 1 minus kosinus alfa 1 üzərinə gəlinsin kosinus alfa kimi yazıram. Bölünsün 1 üzərinə gəlinsin kosinus alfa. Üstə gələk kosinus alfa da burada bizi gözləyir. Bunlar bir-birini götürəcək. Qaldı 1 çıxaq kos alfa, üstə gələk kos alfa. Bunlar da getdi, düzgün cavabımız 1 olacaq. D variantı. Gəlin baxaq 10 nömrəli suala. Şəkildə y bərabər fx funksiyasının qrafiki verilmişdir. Bu bərabərsizliyini ödəməyən tam ədədlərin sayı hasili neçədir deyə bizdən soruşur. Bu sualı 2 cür yazacağım. İnşallah sənin üçün də hər biri anlaşılar olacaq. İlk öncə biz ümid edirəm ki, bu cür bərabərsizliklər həll eləməyin yolunu bilirik. Bu standart bir bərabərsizlik sualıdır. Bu üsulla gətirməklə həllini göstərəcəm. Birinci,
X'in kvadratı çıxılsın 25 bölünsün f2 kiçik bərabərdir 0. Bunu yazdık, düzdürmü? Mən f2'in nə olduğunu bilmirəm axı. Gəl f2'i özümüz cavabını tapaq. Yadda saxlayın. X oxunu kəsən yerlər, funksiyamın x oxunu kəsdiyi yerlər bizim tənliyimizin köklərdir. X'imizin bir kökü -3'dür, digər kökümüz 5'dir. Bunlar bizim köklərimizdir. Amma mən bunu vuruq kim yazmaq istəsəm, -3'ü sola göndərəndə olur x üstəgilə 3. 5'i sola göndərəndə olur x çıxaq 5. Bax, bizim f(x)'imiz bu oldu artıq. 2 üstəgilə 3. Bir də 2 çıxılsın 5. Bax, bu şəkildə yazırsan. İncə məqam nədir? Sadəcə baxacağın şey budur. Qollar aşağıdırsa qarşısına mənfi, qollar yuxarıdırsa qarşısına müsbət elə. Funksiyanın qolları aşağı olduğuna görə qarşısına bir dənə mənfi atırsan. Oldu, f(x)'in yerinə yazıram. Mənfi 2 plus 3, 2 minus 5 yazdım. Gəl indi bu bərabərsizliyi həll eləyək. Ta artıq qrafikədə baxmaq ehtiyac yoxdur. Kəsrin surətini vurğulara ayırsaq 2 minus 5. 2 üzərinə gəlinsin 5 şəklinə yazdıq. Bölünsün mənfi x üzərinə gəlinsin 3. X minus 5 kiçik bərabərdir 0-dan. Şagirdlərin bir çoxu bunu aparır. İndi burada da iki yeri ayrımcılıq var. Bəzi aparmayan şagirdlər var, aparan şagirdlər var. Tamam, mən aparmayanlar üçün deyim. Şagird bərabərsizlik sualı necə yazmalıdır? Kökləri tapmalıdır. Məxrəci də, surəti də sıfıra çevirən qiymətlər tapılmalıdır. X-imizin qiymətini 5 tapdıq burada. Digərindən X-imizin qiymətini -5 tapdıq. Altdan X-in qiymətini -3 tapdıq. Buradan X-in qiymətini yenə 5 tapdıq. Köklərimin 5 olan sayı 2 dənə olduğu üçün bunlara deyirlər cüt kök. Cüt kök olduğuna görə üstünə bir işarə qoydum. Ədəd oxunu çəkdim. Köklərimə də oxunda yazıram. -5'i də, 3'ü də, 5'i də. 5'in cüt kök olduğuna işarə qoyuram. İndi şagird nə etməlidir bərabərsizlik sualında? İşarə təyin eləməlidir. Plus, minus, plus belə şeylər görmüş olarsınız. Bunu necə təyin edirik? X-lərin qabağına bax. X-in qabağı müsbətdir, müsbətdir, müsbətdir. Amma burada nə var? Mənfi var. Müsbəti müsbətə vuranda müsbət, müsbətə böləndə müsbət. Amma axırda bu mənfiyə dəydiyimiz üçün mənfi olduğundan ən sağa mənfi yaz. Sonra müsbət, mənfi, müsbət, mənfi yaza bilərsən. Amma burada yenə yendirəm. İncə bir məqam nədir? 5 cüt kök olduğundan cüt kökün sağı və solu eyni işarəli olur. Bura yenə mənfi yazıram. Amma sonra müsbət, mənfi kimi davam edirik. İndi bizə nə lazımdır? Bizə sıfırdan kiçik aralıqlar lazımdır. Sıfırdan kiçik qoyduğumuz yerlər cavabımız mənfi sonsuzluqdan -5'e kimi. -5 daxildirmi? Bəli, daxildir. Çünki daxil işarəsi qoyulubdur. Birləşir. 3 ilə üzr istəyirəm, bu -3'dür. -3 ilə 5 mənfi qoyduğum yerlər götürəcəm. Bir də 5 daxildirmi? 5 məxrəci 0 edir deyə daxil deyil. -3 isə daxil deyil. Birləşir 5'də müsbət sonsuzluğa. Bunlar bizim cavabımızdır. Amma bizə bunlar lazım deyil. Bizə ödəməyən yerlər lazımdır. Ödəyən yerləri işarələmişəm. Ödəməyən yerlər hansıdır? Bax, bu aralıqda olanlardır ödəməyənlər. Ödəməyənlərin hasilini soruşur. -4 var. -3 də ödəmir, məxrəci 0 edir. 5'in özü də ödəmir, məxrəci 0 edir. Düzgün cavabımız olacaq bunların hasili. Yəni 60 A variantı. Gəl ikinci üsulla da bunu həll eləyək. İkinci üsul nədir? Şagird kökləri tapacaq. Kəsirimizin surətini sıfıra çevirən kökləri tapıram. 5 ilə -5'i tapdıq. İndi də gəlin qrafikdə yerləşən köklərimizi tapaq. Gözümüzün önündə dayanıbdır. Bir kökümüz -3'dür. Digər kökümüz də 5'dir. Şagird ədəd oxunu çəkir. -5'i də qeyd etməlidir. -3'ü də, 5'i də. 5'dən 2 dənə olduğu üçün onun birini qeyd edirəm. Yenə də deyirəm, bu bizim cüt kökümüz olacaq. İndi nə etmək lazımdır? İşarə təyin olunmalıdır. İşarə necə təyin olunur? Biz 5'in sağında bura plus mu, yoxsa bura mənfi mi yazmağı indi qərar verəcəyik. 5'in sağında 6, 7 kimi bir rəqəm qoyub tapaq. 5'in sağında bir qiymət qoysam, məsələn 6 qoysaq. 6 qoysaq bizim cavabımız 7 qoysaq aşağı getdiyi üçün nə alacaq? Mənfi alacaq. Demək bizim funksiyamızın cavabı mənfi olur. 5'in sağında bir qiymət qoyanda. Məsələn 6 qoyduq da görsən mənfi oldu. İndi 6'nı qoy. 6'nın kvadratı 36. 36'dan 25 çıxanda surət müsbət eləyir. Müsbəti mənfiyə böləndə mənfi etdiyindən sağa mənfi yazılır.
Cüt köklərdə sağ-sol eyni işarə olur deyə yenə mənfi yazsan. Tamam mı? Yox, mən istəyirsənsə yenə yerinə qoyum tapım, taparsan, amma vaxtımız yedir deyə 5 cüt kökdürsə, soluna yenə mənfini yaz. İndi gəldik nəyə baxaq? Mənfi 5 ilə mənfi 3 aralığında. Mənfi 5 buradadır. Mənfi 5-dən mənfi 3-ə kimi zaten nə versən ver, funksiyan aşağıya düşdüyü üçün gedib nə alacaq? Mənfi cavablar alacaq. Düzdürmü? Qollar aşağı olduğu üçün bax, mənfi 3-ün solunda, mənfi 3-ün solunda nə versən ver. Mənfi 3-ün solunda nə versən ver, aşağıda cavab həmişə mənfi olacaq. Ona görə bu funksiyanın cavabı mənfi eləyəcək. Bəs yaxşı, bizim bu üstdəki ifadəmiz nə olacaq? Mənfi 3 ilə mənfi 5 arasında mənfi 4 qiymətini versək. Mənfi 4-ün kvadratı 16. 16-dan 25 çıxanda mənfi qalacaq. Mənfi də mənfiyə bölündüyü üçün müsbət olacaq. Bura müsbət yazıram. Mənfi 5-in solunda bir qiymət qoyaq. Yenə də deyirəm, mənfi 5 burada olsun. Bunun solunda yenə də qoysam, yenə də funksiyan mənfi cavab alır. Mənim funksiyam mənfi cavab alacaq. Amma mənfi 6 qoysam, kvadratı 36, 36-dan da 25 çıxanda müsbət etdiyinə görə bura mənfi olacaq. Bizə nə lazımdır? Bizə sıfırdan kiçik qoyduğumuz yerlər lazım olduğu üçün bu yerləri götürəcəm. Amma bizə ödəməyən dediyinə görə ödəməyən burada bu aralıqlardır. Yəni rəngləmədiyimiz yerlər. Burada mənfi 4 var, mənfi 3 var. Niyə mənfi 3? Mənfi 3 məxrəci 0 edir deyə götürə bilmirəm. Sonra 5-in özündə götürə bilmirəm. Çünki 5 bizim kökümüz olsa da fx-in kökü olduğuna görə bu məxrəci 0 etdiyindən bu da götürə bilmirəm. Ödəməyən bunlardır. Bunların hasili soruşulurdu. Cavabımız müsbət 60. Mənim tövsiyəm birinci üsulundan yazmaqdır. Çünki UC altında suallarında ona ait sual var. Yəni o üsulundan yazacağım. Sizə göstərəcəm. Gəlin baxaq 11 nömrəli suala. İlk n həddinin cəmi düstur ilə verilən ardıcıllığın 5-ci həddini bizdən soruşur. Ardıcıllığın 5-ci həddi soruşursa bizdən A5-i soruşur. A5 ilə SN arasında, AN ilə SN arasında belə bir düstur var. AN bərabərdir SN çıxaq SN minus 1. A5 S5 çıxaq S4 deməkdir. Buradan S5-i taparam. S5-i tapmaq üçün n'in yerinə 5 yazmaq lazımdır. 5-in kvadratı 25. 5 dəfə 2 10. 35 elədi. S4-ü tapmalıyam. N'in yerinə 4 yazacağım. 4-ün kvadratı 16. 4 dəfə 2 8. Bu da 24 elədi. A5-i tapmaq üçün bu iki ifadəni bir-birindən çıxsam, 35-dən 24 çıxanda 11 olacaq. Cavabımız B variantı. Gəlin baxaq 12 nömrəli suala. Bizə deyək ki, x parçasının uzunluğunu tapın. Buradan mən bir dənə hündürlük çəksəm. Düzgün çox bucaqlı olduğu üçün bütün tərəfləri eyni olduğundan bura 4-sə, bu uzunluqlar da 4-ə bərabər olacaq. Düzgün altı bucaqlının bir daxil bucağının dərəcə ölçüsü 120 dərəcədir. 120 dərəcə olduğuna görə 120 dərəcə qarşısında duran bu bərabər yanlış bucağa baxın. 120 dərəcə qarşısında olan tərəf yan tərəflərin kök 3 qatı olduğundan bura 4 kök 3'dür. 120 dərəcə olduğuna görə bu bucaqlara 30 dərəcə düşər. Məcburən bu bucağımız 90 dərəcə olar. Çünki bu bucaq da 120 olmalıydı. 30'umuz varsa 90 dərəcə qaldı. İndicə baxaq bu düzbucaqlı üçbucağa. Düzbucaqlı üçbucaqda katetimizin biri 4 kök 3 oldu. Aşağı katetimiz 1 oldu. Pifagor teoreminə görə x'in kvadratı bərabərdir. Yan tərəfin kvadratı, yəni 4 kök 3'ün kvadratı 48 edər. Üstünə gələk 1, x'in kvadratı 49 edəcək. X də buradan 7 edəcək. Cavabımız C variantı. Gəlin baxaq 13 nömrəli suala. Sinus 70 və kosinus 20 verilibdir. Şagird bilməlidir ki, əgər bucaqların cəmi 90 edirsə, sinus 70'in yerinə kosinus 20 yazmaq olar. Kosinus 20'lər də bir-birini götürdüyü üçün 0 qalacaq. 2 sinus 4x bərabərdir 0'a. Buradan sinus 4x bərabər 0'a. Sinus 0'ı nə zaman alırdı? 4x bərabərdir pi k'da. X də bərabərdir pi k bölünsün 4. Düzgün cavab B variantı. 14 nömrəli suala gəlin baxaq. Aşağıda ABCD düzbucaqlısından BYFK isə kvadrat olmaqla rəngli sahə rəngsiz sahəsinin yarısına bərabər olduğuna görə x neçədir bizə deyir. Baxın, bizə uzunluqları veribdir. BY'nin uzunluğunu x verib. Bura x yazdım. AD'nin uzunluğunu buranın da x üstə gələk 1 veribdir. AD'nin uzunluğu x üstə gələk 1'dirsə,
Burada x olduğuna görə demək ki, bu yarım qalan balaca yerə nə düşəcək? 1 düşməlidir ki, x üstə gələk 1 tamamlansın. Bizim bu figurumuz kvadrat olduğuna görə bunun bütün tərəfləri də x olur. Bizə deyir ki, AK'nın da uzunluğu x'dir. O zaman burada x yazaq. Bizə nə deyir? Rəngli sahənin düsturu nə olacaq? Rəngli sahə kvadrat olduğu üçün kvadratın sahəsi tərəfin kvadratı olduğuna görə x'in kvadratı olacaq. Rəngli sahə, yəni x kvadratı, rəngsiz sahənin yarısına bərabərdir. O zaman bu rəngli sahədir. Rəngsiz sahənin yarısıdırsa hələ bu. O zaman rəngsiz sahə nə qədər olacaq? Demək ki, rəngsiz sahə 2x kvadratıdır. Öz deyir ki, rəngli sahə budur. Rəngsiz sahənin yarısıdır. Demək ki, rəngsiz sahə 2x kvadratıdır. Bu rəngli sahə ilə rəngsiz sahənin x'i bir yerdə, bu rəng, bax, bu rəngsiz, da düzdürmü buralar? Bu rəngsiz sahə ilə rəngli sahənin hamısı bir yerdə bizə düzbucaqlının, ümumi bir düzbucaqlının sahəsini vermirmi? X'i bir yerdə bizə bu düzbucaqlının sahəsini verəcək. Gəlin bunları toplayaq. Bunları toplasaq olacaq 3x'in kvadratı. Bizə düzbucaqlının sahəsini verilməlidir. Düzbucaqlının sahəsini necə tapırdıq? Eni uzunluğuna vurmaqla. Enimiz x plus 1. Uzunluğumuz 2x'dir. Buradan x'ləri gedəcək. 3x bərabərdir 2x. 2'ni vurub açıram. Üstə gəl 2. X'in də qiyməti 2 olacaq. Bizdən x'in qiyməti soruşulurdu. Düzgün cavabımız 2 oldu. 15 nömrəli suala baxaq. Çoxluğun elementlərinə istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmli tək ədəd yazmaq olar deyir. 3 rəqəmli ədəd yazmaq üçün mən 3 dənə xəttimi yerləşdirirəm. Tək ədəd dediyi üçün sonu 1 olacaq, 3 olacaq, 5 olacaq. Bunlar yazılmalı. İlk öncə şərtlərini yazırsam. Sona 3 dənə haqqım var. Yəni 3 dənə ədəddən birini yaza bilərsən. Tutalım ki, kimi yazmış olaq? 1'i yazmış olaq. Daha 1 yazdığımıza görə təkrar bunu istifadə etmək haqqımız yoxdur. Başa hansı ədədləri yaza bilərəm? Başa 0 gələ bilməyəcəyinə görə başa yazacağım ədədlər 2, 3, 4, 5 olacaq. Yəni ya bura 2 yazaram, ya 3 yazaram, ya 4 yazaram, ya da 5 yazaram. Burada nə qədər ədədim var? 4 dənə ədədim var. 4 dənə ədəddən birini bura yazacağım. Tutalım ki, 2'ni yazmış olaq. İndi geriyə nə qaldı? Ortaya yazacağım ədədlərim 0'dır, 3'dür, 4'dür, 5'dir. Yəni 1, 2, 3, 4. 4 dənə ədədim var. 0, 3, 4, 5. 4 dənə ədəddən də birini buraya yazacağım. 4'dən 1, 4 demək, 4'dən 1, 4 demək, 3'dən 1, 3 deməkdir. Cavabımız 48 olacaq. Gəlin baxaq 16 nömrəli suala. Parabolanın x oxu ilə kəsişmə nöqtələri verilibdir. Buna görə ABC üçbucağının sahəsi bizdən soruşulur. Üçbucağın sahəsini tapmaq üçün ilk öncə x oxunu kəsən nöqtələr bizə lazımdır ki, bizim bu üçbucağın oturacağının uzunluğunu tapaq. X oxunu kəsən yerlər bizim tənliyimizin kökləridir. X'in kvadratı üzərinə gələcək 2x çıxılsın 3'ü 0'a bərabər edirəm. Çünki x'i kəsən yerlərdə y'in cavabı 0 olur. Buradan köklərimiz, köklər hasilimiz -3. Toplayanda -2 edən ədədlərimiz -3 ilə 1'dir. Demək bizim köklərimiz -3 ilə 1'dirsə bura -3, bura 1 olacaq. İndi gəl y'yi kəsən yer tapaq. Y oxunu kəsən yerdə x'in cavabı 0 olduğundan x'e 0 versək cavabımız -3 çıxar. Demək burada -3 nöqtəsidir. İndi gəl bu figurun sahəsini tapaq. 1 buradır, -3 bura. Toplam bu uzunluq nə qədər elədi? 1'dən çıxsam -3'ü 4 eləyəcək. 1 metr elə bil ki bu tərəfə getmisən, 3 metrdə sola getmisən. Bizim bu uzunluq 4 metrdir. Hündürlüyümüz nə qədərdir? Hündürlüyümüz aşağıya qədər olan məsafədir. -3, yəni 3 metr aşağı düşmüşəm. Hündürlüyümüz 3'dür. Oturacağımız tərəfimiz 4'dür. Sahəmiz A vurulsun H bölək 2'dən 3 vuraq 4 bölək 2, yəni 6 edəcək. Gəlin baxaq 17 nömrəli suala. Əgər kök altı ifadələr, modul ifadələrin cəmi 0'a bərabərdirsə, demək ki, hər bir vurğum ayrı-ayrılıqda 0 etməlisən. Bunların hər birini 0'a bərabər etməliyəm. Buradan kök altı ifadəmiz 0 olması üçün B'mizin cavabı 5 çıxar. B'nin yerinə 5 yazsaq 2A
5'dən 11 çıxanda -6-nı da 0-a bərabər etsək, A-mız buradan 2 çıxar. A-nın yerinə 2 yazsaq, olacaq 9C kvadratı çıxılsın. A-nın yerinə 2 yazsaq 12C üstəgələk. A-nın yerinə 2 yazsaq kvadratı 4 0-a bərabər olmalıdır. Bu da nə deməkdir? Bu da 3C minus 2'nin mötərizə kvadratıdır. Düzdürmü? Bəli. Bu 0-a bərabər olmalıdır. Buradan 3C çıxaq 2 0 etdiyindən 3C 2 edəcək. C'mizin də cavabı 2 bölünsün 3 edəcək. Düzgün cavabımız 3'də 2. Gəlin baxaq 18 nömrəli suala. Yadda saxlayın. Adi onu kəsirlərə aid çox vacib bir qaydadır. Kəsirin surət və məxrəcini şagird istənilən bir ədədə vurub eyni anda böldüyü zaman cavab dəyişməz. Məsələn, bizə A bölək B, C bölək D verilib, düzdürmü? Fikir versəz, A niyə vurulubdur? A-nı niyə vursam, o zaman B-ni də niyə vursam cavab dəyişməz. Fikir versəz, B-ni də nəyəsə vurublar. A-nı da nəyəsə vurublar. Bir də başqa bir məqama fikir verək. Bu cavab K-dırsa, sən bunları alt üst toplasan və yaxud da çıxsan yenə də cavab K eləyər. Bax, bu da dəyişməz. Götürüb bunlar nə edibdir? Bunlar A-nın niyə vurub? B-ni də niyə vurmaq lazım idi da cavabım dəyişməməsi üçün. Çünki cavabım x-dir və sonra yenə cavabım x çıxıbdır. Fikir versək cavab dəyişməyibdir. O zaman bunlar eyni şeyə vurub bölməlidirlər. Demək A-nı nəyəsə vurubsa, B-ni də vurduğu şey eyni olmalıymış. Yazıram n bərabərdir 3n minus 2'yə. Buradan 2 bərabərdir 2n'ə, n də bərabər 1'ə. Vəssalam, bu qədər. Düzgün cavab 1 olacaq. Gəlin baxaq 19 nömrəli suala. Buradan bizdən f12 üzərinə gələnsin f-12 cəmi soruşulurdu. Buradan şagird 12'ni yerinə qoyub kuba yüksəltməyə də bilər. Niyə? Birinci qısa yolunu göstərim. Sonra ağlımıza gəlməsə, yenə də yazmaqla tapılır cavab. Əgər mənim funksiyam, fx funksiyam tək funksiya olarsa, fx üzərinə gəlinsin f-x'in cavabı 0 etməlidir. Niyə? Məsələn, mənə bir dənə tək funksiya deyil. Fx bərabər x kubu. İndi x'in yerinə bir dəfə 2 yazaq. Bir dəfə f-2'ni tapaq. Sonra bunları toplayaq. X'in yerinə 2 yazsan 2'nin kubu 8 edəcək. -2 yazsan -8 edəcək. Toplayanda 0 edəcək. Düzdürmü? Demək buradan belə bir nəticə çıxır ki, əgər funksiyamız tək funksiya olarsa, tək funksiya hardan biləcəm? Üstü təkdirsə tək funksiyadır. Tək funksiya olarsa, f2 ilə f-2'nin, f120 ilə f-120'nin bunların cəmi yenə də 0 etməlidir. Bu qısa yolu. Baxıram ki, x kubu tək funksiyadır. Bu da təkdir, sinus tək funksiyadır. Bu da təkdir. Buradan qənaətə gəlirəm ki, fx-imiz tək funksiyadır. Çünki x kubu təkdir. Sinus tək funksiya sayılır. X'in qüvvəti 1 olduğundan bu təkdir. Tək funksiya olduğu üçün f12 ilə f-12'nin cavabı 0 edəcək. Yox, bunu həllini yazmaq istəsən gərək belə yazasan. Fx bərabərdir 12'nin kubu üstəgələk sinus 12 üstəgələk 5 dəfə 12 60. Sonra f-12'ni taparsan. -12'nin kubu üstəgələk sinus -12 sonra bir də -60. Bunları toplayan zaman -12'nin kubu ilə müsbət 12'nin kubu gedəcək. Sinus 12 ilə -sinus 12 gedəcək. Çünki sinus tək funksiya olduğu üçün mənfini önə atacaq. Bunlar bir-birini aparacaq. 60'lar bir-birini aparıb 0 edəcək. Ola bilər sualın nöqtələr verirlər. Məsələn, x kubu üstəgələk x üstü 5, üstəgələk x üstü 7, üstəgələk nöqtə x üstü 111. Sən fikir versən ki, bu tək ədədlərdir. Sənə desəm f5 üstəgələk f-5'i tap, sən deməlisən ki, bu 0'a bərabər olur. Gəlin baxaq 20 nömrəli suala. Burada BD-nin cavabını 5x, AD-nin cavabını 4x götürüb həll eləyək. Buradan AD bərabərdir 4K-ya, AD-nin yerinə 4K, BD-nin yerinə isə 5K yazaq. Çevrədə bir kəsən, bir toxunan olduğu zaman belə bir qayda var idi ki, mən bura BC bir x desəm, yəni BC-nin kvadratı bərabərdir. Çevrəyə qədər olan hissə 5K vurulsun, çevrənin sonuna qədər olan hissə, yəni 9K-ya bərabərdir. Buradan 45
k kvadrat edecek. BC'ni tapası olsaq cavabımız kök altında 45 vurulsun k olacak. 45'te 9 vurak 5 olduğundan 3 kök altında 5k cavabımızdır. Bura 3 kök altında 5k eder. Heç kök altında 45k da yazsan elə qoyasaq, elə belə də qalsın. Niyə deyəcəm indi? Bunu silirəm da. Çevrəyə çəkilən toxunan varsa, radius bu toxunana endirilibsə, bura 90 dərəcə olur. Bu fiqur düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır və hipotenusumuzun uzunluğu 9k'dır. Biz Pifagor teoreminə görə buranı tapa bilərik. Mən yazsam ki, AC'nin kvadratı bərabərdir 9k'nın kvadratı, yəni 81k kvadratı çıxılsın kök altında 45k'nın kvadratına. Bu da edəcək 45k kvadratı. Bu da neçə edəcək? 36k kvadratına. Buradan da AC 6k edəcək. AC'nin uzunluğu 6k'dır. Bizdən soruşur ki, tangens alfanı tap. Tangens alfanın cavabı qarşı kateti bitişik katete, yəni kök altında 45k nə deməkdir? 3 kök altında 5k'ya nisbəti. Buradan k'lar gedəcək. 6 ilə 3 gedəcək. Cavab 2 bölünsün kök 5. Ya da bunu irrasionallıqdan azad eləsək. Cavab 0,4 kök 5 olacaq. Gəlin baxaq 21 nömrəli suala. Vektorlar kolineardır deyir. Kolinear vektorlar olarsa nisbətləri bir-birinə bərabər olmalıydı. 2'nin mənfi 4'ə nisbəti y-in 6'ya nisbəti ilə eynidir. Buradan 12 bərabərdir mənfi 4 y-ə. Y-in cavabı mənfi 3 edəcək. Cavabımız mənfi 3. 22 nömrəli suala baxaq. Şəkildə radiusları olan 2 dənə kürə verilmişdir. Yadda saxlayın, bütün kürələr oxşardır. Kürələr oxşar olduğuna görə oxşarlıqda belə bir qayda var. Radiusların nisbəti, amma kubu, həcmlərin nisbətinə bərabərdir. Radiusları verib bizə 4'ün 12'yə. 4'ün 12'yə nisbəti V1'in həcmini veribdir. 27'nin V2'yə nisbətinə. 4 ilə 12 ixtisar gedər, 3'də 1 qalar. 3'də 1'in kubu bərabərdir 27 bölək V2. 3'də 1'in kubu 27'də 1 edər. Buradan V2'ni tapası olsaq, 27'ni 27'yə vuranda nə edəcək? Cavabımız 729'dur. Gəlin baxaq 23 nömrəli suala. 23 nömrəli sualda deyir ki, ədədləri müqayisə edin deyir. Yadda saxlayın, əgər 2 dənə ifadənin fərqi eynidirsə, bax 1 eləyir bunun fərqi, bunun da fərqi 1 eləyir, ondan 9 çıxanda. Bu zaman müqayisə edən zaman qoşmasına vurub bölmək lazımdır. Qoşmasına vur, böl. Necə yəni? A bərabərdir. Kök altında 11 çıxaq kök altında 10'un qoşması nədir? Kök altında 11 üstəgilə kök altında 10. Həm buna vurub, həm də böləsən. Kök altında 11 üstəgilə kök altında 10. Yuxarıda A kvadrat çıxılsın B kvadratından birincinin kvadratı 11. Çıxaq ikincinin kvadratı 10, yəni 1 edər. Aşağıda qalacaq kök 11 üstəgəl kök 10. B-ni yazası olsa qoşmasına vurub bölsək, kök 10 çıxılsın 9'u, kök 10 üzərinə gəlinsin 9'a, kök 9'a. Bir də kök 10 çıxılsın, kök 10 üstəgilə kök 9'a vururam. Bu da nə elədi? Yuxarıda yenə A-nın kvadratı çıxaq B-nin kvadratından 1 edəcək. Aşağıda kök 10 üstəgilə kök 9 qalacaq. Bundan sonra müqayisə etmək çox asandır. Bu köklərin olmadığını varsay. 11 ilə 10'un cəmi, bax, ixtiyarım yoxdur, müqayisə etmək üçün yazıram. Bu 1 bölü 21'dir. Bu 1 bölü 19'dur. Hansı böyükdür? Əlbəttə 1 bölü 19 daha böyükdür. Yəni B A-dan böyük olacaq. Gəlin baxaq 24 nömrəli suala. Bizə belə bir şəkil verilibdir. Düzbucaqlı trapesiyada C-yi bucağının tənbölən olduğunu deyir. C-yi bucağın tənböləniymiş. Tənbölənsə mən bura alfa yazsam, çaprazlıqdan burada nə olacaq? Alfa olacaq. Bu bərabər yanlı bir üçbucaq aldığımıza görə biz burada, baxın, bərabər yanlı üçbucaq aldığımıza görə bu uzunluqda nəyə bərabər olacaq? 10'a bərabər olacaq. Ümumiyyətlə trapesiya bölməsində hündürlük çəkmək vacibdir uşaqlar. Hər zaman bunu deyirik. Hündürlük çəksək misalımızın demək olar ki, yarısı həll olunur. Hündürlük çəkdik. Bu uzunluq 6'ya bərabər olduğu üçün burada 6 bərabər olacaq. Burada düzbucaqlı bir üçbucağımız var. Pifagor teoreminə görə 10'dur, 6'dır. O zaman bura neçə edəcək? 8 edəcək. Biz demişdik ki, bu uzunluq 10 idi.
8'i bura düşdüyünə görə bura nə qədər qalacaq? 2 qalacaq. Fikir versəz, bu uzunluqla bu uzunluq da eyni olacağına görə yuxarı 4-dürsə, aşağıda 4 olmalıydı. X-in cavabı olacaq 2. Gəlin sonuncu sualımız olan, ehtimal nəzəriyyəsinə aid olan sualımıza baxaq. Deyir ki, Zəfər restoranında şagirdlər üçün xüsusi imtahan menüsü təklif olunur. Menyuda seçim imkanları aşağıdakılar kimidir. Əsas yeməklər plov, kabab, ləvəngi, içkilərimiz limonad, ayran, çay, şirniyyatlar, paxlava, şəkər, puradır. Dostlar ilə nahar etməyə gələn bir şagird bu menyudan təsadüfi olaraq bir əsas yemək seçir. Bir içki seçəcək, bir də şirniyyat seçir. Şagirdin seçimində əsas yeməyin plov, şirniyyat olaraq paxlava olması ehtimalını tapın. Yadda saxlayın. Ehtimal nəzəriyyəsində bu aşağıya ümumi halı yazırdı, düzdürmü? Mənə deyir ki, şagird bir əsas yemək seçəcək, bir içki seçəcək, bir də şirniyyat seçəcək, düzdürmü? Amma seçimlərində plovla paxlavanı seçdiyindir, içki olaraq nə seçdiyini vurğulamayıbdır. Gəlin biz onda belə yazaq. Ümumi yeməklərimə baxsam, əsas yeməklər nə qədərdir? Əsas yeməklərim 3 dənədir. Birinci başlayaq əsas yeməkdən. Şagird əsas yeməkdən birini seçir. Yəni 3 dənə yeməkdən birini seçir. Bu əsas yeməyimdir. 3 dənə yeməkdən birini seçəcəm. Nə çıxacaq bilmirəm. Amma mən nə istəyirəm? Mən istəyirəm plov olsun. Plov olmağını istəyirəmsə plovda nə qədər var? Bir dənə var. O zaman yazırsan ki, bir dənədən birini seçdim. Yəni əslində bunu şagirdlər qısa yazanlar var. Məsələn belə yazırlar. Deyir müəllim, əsas yemək haqqım nə qədərdir? 3 dənə. Mən nə istəyirəm? Plov. Plov nə qədərdir? Bir dənə. 3də 1 idi bunun ehtimalı. Belə də yazmaq olar. Sadəcə kombinizonla göstərirəm. 3 dənədən birini seçərəm. Bir dənə plovundan birini seçərəm. Vurulsun. İndi mən seçəcəm. Paxlava. İndi içkini adlayıram hələ ki deyəcəm. Paxlavam nə qədərdir bu şirniyyatlarım? 2 dənə. 2 dənə şirniyyatdan birini seçəcəm. Amma istəyirəm paxlava olsun. Paxlava bir dənə olduğu üçün bir dənədən birini seçdim. Əla. İndi bir dənə seçəcəm. İçki seçməliyəm. İçki nə qədərdir? 3 dənə haqqım var. 3 dənə içkidən birini seçirəm. Amma kimi seçəcəm? Limonatımı seçəcəm? Ayranımı seçəcəm? Çayımı seçəcəm? Fərqi yoxdur. Bunu bax seçim eləməyib. Bir içki seçəcəm deyir. Zaten ehtimalda belə bir qayda var. Əgər hadisənin baş vermə ehtimalı dəqiqdirsə, 100%dirsə, bu ehtimal 1-ə bərabər olunur. Məsələn, təsəvvür elə, qutuda 5 dənə qırmızı top var. Deyirəm, əl atıb bir top çıxaracaq və çıxan topun qırmızı olma ehtimalını tap. Zaten çıxan top qırmızı olacaq da, düzdürmü? Başqa bir top yoxdur axı orada. Burada ehtimal yoxdur ki, belə olar, belə bir şey ola bilər. İndi sən burada bir içki seçirsənsə, sən zaten bir içki seçəndə hər hansı biri gələcək qabağında. Bir içki seçəsən də bu normal bir haldır. Yəni limonad çıxsa sorun deyil, ayran çıxsa sorun deyil, çay çıxsa sorun deyil. Ona görə qanuni yolu belədir. Şagird qarşısına limonad çıxsa bir dənə limonaddan biri çıxacaq. Ya bir dənə ayrandan biri çıxacaq, ya da bir dənə çaydan biri çıxacaq. Fikir versəz hər etapda ya da deyirəm, ya da. Ya da deyiləndə toplama olduğu üçün bir dənədən bir, bir dənədən bir, bir dənədən bir, 3 edəcək bu. Ya bunu belə yaz, bu şəkildə yaz. Bu 3-dən 1, 3 demək idi. 1-dən 1, 1 deməkdir. 2-dən 1, 2 demək, 1-dən 1, 1 demək. Bunu yazdım, bilirəm ki, başa düşdün. Amma bunu yazmağı necə yadda saxla. Deyirsən ki, 3 dənə yeməyim var, 3 dənə də çıxacaq bir şey var. Yəni nə çıxacaq, çıxsın. Bunlar getdiyi üçün 1 qalacaq. Yəni ehtimalı verməmişəm burada nə çıxsın. Ehtimal verilməyən suallarda ehtimalı 1 götürün. Cavabımız edəcək 6-da 1. Ümid edirəm burada qaranlıq qalan bir şey olmadı. Məsələn, desəydim ki, bir içki seç, ayran seçir, düzdürmü? Ayranın çıxma ehtimalı 3 dənədən 1 idi. Ayranın çıxma ehtimalı 3-dən 1-dir. Sonra, amma bilmirəm ha ayran çıxacaq. Limonatın çıxma ehtimalı 3-dən 1-dir. Sonra, çayın çıxma ehtimalı 3-dən 1-dir. Bunlar hamısı 3-də 3 etdiyindən gedir, 1 qalır. Yaxşı. Beləliklə, UC 5-in izahı yekunlaşdı. Ümumi sınav imtahanı 6-da görüşənədək. Hələlik.